قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Salam əziz tamaşaçılar və hörmətli dinləyicilər. Öncəki dərsimizdə qeyd etdik ki, dünya bir bazara bənzəyir və bütün insanlar öz ömrlərini, güc qüvvələrini, istedadlarını orada satışa çıxarmışlar. Bu bazarda əlində olanın satmaq məcburidir. Ona görə də burada ən önəmli məsələ müştərilərin, alıcının seçməsidir. Bir dəstə insanlar Allahla müamilə, ticarət edir. Sahibi olduqlarını xalis niyyətlə təqdim edir. Onun yolunda və onun razılığı üçün addım atır. Bu şəxslər fani ömürlərini əbədiyyətə çevirir. Dünyanı cənnətə, Allahın razılığına satırlar. Onlar həqiqi qalibdilər. Birincisi, onların alıcısı, bütün yaradılışın sahibi olan Allahdır. Allah dəyəri az olan şeyləri də alır. فَمَنْ يَأْمَلْ مِثْقَالَ زَرَّةٍ خَيْرًا يَرَهُ. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onun mükafatını görəcəkdir. Zilzal surəsi ayə 7. Üçüncüsü, baha qiymətə alır və onun verdiyi qiymət əbədi cənnətdir. Xalidinə fiha. Orada əbədidirlər. Al-İmran surəsi ayə 15. Dördüncüsü, Allah Taala xeyir iş görmək istəyən, amma onu yerinə yetirməyə müvəffəq olmayanları da mükafatlandırır. وَاَنْ لَيْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعَى. İnsan üçün etdiyi sə'i və təlaşdan başqa bir şey yoxdur. Nəcm surəsi ayə 39. Beşincisi, Allah qiyaməti bir neçə qat artıq ödəyir. Qur'anın buyurduğuna əsasən yaxşı işə 700 bərabər mükafat verir. Məsəlullezine yunfiqun amwalahum fi sabilillah kemesel habbetin enbetet seb'e senabile fi kulli sumbiletin me'atu habbetin vallahu yudaif limen yeşâ vallahu vasi'un alim. Mallarını Allah yolunda sərf edənlərin misalı 7 sümbül verən bir toxuma bənzəyir ki, bu sümbüllərin hər birində 100 ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın lütfü genişdir, biləndir. Bəqərə surəsi ayə 261. Amma bu bazarda ömrünü öz və başqalarının
nəfsi istəklərinə satanlar, Allahın razılığını qazanmağa çalışmayanlar böyük ziyana uğrayırlar. Quranda onlara bağlı aşağıdakı ibarələr işlənmişdir. 1. Onlar pis ticarət etmişlər. Bi'sə məştərəv bihi ənfusəhum. Özlərini satdıqları şey necə də pisdir. Bəqərə surəsi ayə 90. 2. Ticarətlərinin faydası yoxdur. Fəma rəbihət ticarətuhum. Ticarətləri bir xeyir vermədi. Bəqərə surəsi ayə 16. 3. Onlar zərərə uğardılar. Xəsru ənfusəhum. Onlar özlərini ziyana uğratmışlar. Əraf surəsi ayə 53. 4. Onların zərəri aşkardır. Xusranən mubina. Aşikar bir ziyan. Nisa surəsi ayə 119. 5. Onlar zərərə qərq olmuşlar. Ləfi xusrin. Ziyan içindədirlər. Əsr surəsi ayə 2. Belə insanların nəzərincə halal harama riayət etmədən özünü rahat həyat qurmağa bacarırlar. Şən-i şövkət və vəzifə sahibi olanlar zirəkdir. Bunlara sahib olmayanlar isə bədbəxt və gerilmiş sayılır. İslam mədəniyyətində isə özü nəfsi ilə hesab çəkənlər, əbədi bir həyat üçün çalışanlar, bugünləri dünənlərindən daha yaxşı olanlar, ölümdən qafil olmayanlar, hərislik və zülm əvəzinə təqva, qənaət və ədalət sorağınca gedənlər zirək sayılır. İmam-ı Hadi aleyhissalatu vesselam buyurur, Əd-dünya suqun rəbihə fiyhə qavmun və xəsrə axərun. Dünya bir bazardır. Bir dəstə onda xeyir görər, başqa bir dəstə isə ziyana uğrayar. Əsr surəsindən alınan mesajlar və nəticələr. 1. Bəşər tarixi dəyərə malikdir və Allah bu dövrə and içir. Deməli, ondan ibrət dərsləri almalıyıq. Vəl-əsri. 2. İnsan bütün cəhətdən zərərdədir. Ləfi xusrin. 3. Peyğəmbərlərin tərbiyəsi altında olmayan insanlar zərərdədir. İnnəl insanə ləfi xusrin. 4. Zərərdən qorumaq üçün yeganə yol iman və salih əməldir. Amənu və əməlus salihat. Təkcə özünün haqqında düşünmək kifayət deyil. Mömin şəxs digərlərin də inkişaf və təkamülünə çalışmalıdır. Təvasav bil haqq. 6. Haqqa tövsiyə etmək qədər səbrə də tövsiyə etmək lazımdır. Bil haqqı bis səbri. 7. İman əməldən öndədir. Bu səbəbdən insanın özünü islah etməsi cəmiyyəti islah etməsindən öndə gəlir. Aminu və əmilu.
və təvasav. 8. İman və salih əməldən başqalarını haqq və səbrə çağırışdan uzaq olan insan böyük ziyandadır. 9. Haqqın bərpası zamanı müvəffəqiyyət göstərmək lazımdır. Təvasav bil haqq və təvasav bil səbr. Bütün insanlar yaxşılığa dəvət və pislikdən çəkindirmə prinsipinə əməl etsə, cəmiyyət islah olar. İnsan həm ödü, nəsihət verməli, həm də onu qəbul etməlidir. Təvasav bil haqq. Təvasav ibarəsi iki tərəf arasındakı qarşılıqlı işlə bağlı istifadə olunur. 11. Zərərdən o zaman qurtulmaq olar ki, insan yerinə yetirməyə nail olmasa da, yaxşı işlər görmək niyyətində olsun. Əmelus salihat. 12. İman bir tərəfli yox, əhatəli olmalıdır. Bəzi ayələrə deyil, bütün Qur'ana, bütün dini hökmlərə inanmaq lazımdır. İman qeyd şərtisiz işlənmişdir ki, bütün müqəddəs məsələlərə şamil olsun. İlləl-ləzīnə āmenū. Gələn dərsimizdə Təkasür surəsini təfsir edəcəyik. Allah amanında qalın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.